Mayın 12'sində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-29 dərəcə isti, atmosfer təzyiqi isə 756 mm civə sütun olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, temperatur 23-26 dərəcə isti olacaq. Əksər rayonlarda sabah yağıntı gözlənilmir, lakin gündüz bəzi dağ və dağlıq rayonlarda arabir yağış yağacaq, qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Gecə və səhər duman gözlənilir, şərq küləyi bəzi dağ və dağlıq rayonlarda arabir güclənəcək, temperatur gecə 14-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-18, bəzi yerlərdə 25 dərəcəyə qədər isti olacaq.